Salam. Bu günləri sadəcə 3 ərzaqla həm şokolad yağı hazırladım, həm də puding. Videonu sona qədər izləyin ki, necə hazırladığımı görəsiniz. İnanılmaz çox dadlı və əsasda ki, yağsız şokolad yağı hazırladım. Qətiyyən yağ vurmadan. Mənə lazım olan ərzaqlar sadə, yəni hamının evində ola biləsi ərzaqlardır. Piçenidir. Ağız dadınıza görə piçeni ala bilərsiniz. Əsas piçeni dadlı olsun, onda qəşəng alır. Məndə 2 paçkadan belə 1 paçka yarımdır. Sonra lazımdır şokolad. Şokolad da plitka şokoladıdır. Yenə də dediyim kimi ağız dadınıza görə çalışın ki, qəşəng dadlısı olsun. Dadlı şokolad. 1 bütöv plitka və süd. Sadəcə 3 ərzaqla inanılmaz dadlı şokolad yağı hazırlayırıq. Piçeniləri əzirik belə qəşəng. Yarısını əlavə elədim və birini də əlavə edirəm. Çox olsun. Çünki çox dadlı olur. Uşaqlar çox sevir. Elə biz özümüz də. Bismillah. Əsas da ki, bunun rahatçılığı da çox tez hazırlanır. Bir də qazda pişirmirsiniz, eləmirsiniz. Əlavə nələrsə yağlar əlavə etmirsiniz. Mənim videom bir neçə şokolad yağı videoları paylaşmışam. Bəzilərindəki yağlandır. Çoxları da ki, yağ istifadə eləməyi sevmir. Tam sizlikdir. Bunu hazırlayın. Bu qədər. Üzərinə süd əlavə edirəm. Dəqiqliyinə həmişə olduğu kimi, yəni dəqiqliyinə qrama-qram video aşağısında sizlərlə paylaşacağım. Və şokoladı sındırıram, üzərinə əlavə edirəm. Bir də bizə blender lazımdır. Pogrujnoy blender. İminə bundan lazımdır. Yəni belə mikserla o alınası bir şey deyil. İlk əzirəm, uçmasın, biraz nəm olsun. İstəyirsinizsə lap belə şokoladlı olsun, qəşəng. Biraz da kakao əlavə edin. Mən də kakao əlavə edim. Uşaqlar bizdə xoşlayırlar, şokoladı çox olsun. Piçenidir, çıx ye. Yersən? Can, gəl ye. Nə istəyirsən? Ala, ala. Balam, gəl. Şokolad pastam, yəni şokolad yağım hazır oldu. Baxın, nə qəşəngdir. Mən südün qramını nə qədər əlavə etmişəm, onu yazacağam aşağıda dediyim kimi. Sadəcə olaraq bir şeyə diqqət edin. Yəni elə piçenlər var ki, südü daha çox istəyirlər canına çəkməyə. Mən yüngül piçeni götürmüşdüm. Ona baxmayaraq 350 ml süd məndə istifadə olundu. Ona görə mən dediyim kimi istifadə eləyin. Yenə lazım olanda bu şəkildə alınsın deyə yenə süd əlavə edin. Yəni birdən-birə tökməyin. Asta-asta tökün. Baxın ki, yəni özünüz necə istəsəz. Yəni mən belə elədim. Tam belə axar olmasın. Yarısını da ki bunun puding eləyəcəm. Yəni istədim ki, uşaqlar üçün dəyişiklik olsun, fərqli olsun da. Yəni bu reseptlə dəfələrlə onlar üçün puding hazırlamışam, sevirdilər. Şokolad yağı da superdir, qəşəngdir. Ona görə istədim bu günləri sizə yəni 2 cür göstərim. Həm şokolad yağı, həm də puding hazırlamağı. Pudingə də yenə də lazımdır bizə süd. Süd ev temperaturudur. Yəni sərindir, isti deyil. Südü də elə yenə əlavə edib qatışdırırıq. Südlə də qatışdırıram. Südü o qədər tökürəm ki, belə duru hala gəlsin. Və vanil əlavə edirəm. Deyirəm ki, belə vanil ətirli olsun. İstəsəz tünd olsun, şokolad əlavə edin yenə. Yəni kakao əlavə edin. Bizim üçün belə superdir. Və içində şokoladlar əlavə etdim yenə. İyisi, ətri superdir. Yəni dediyim kimi qəşəng seçin. Piçenini dadlı seçin. Belə ətirli olsun. Əsas da ki, körpələrə verilən piçenilər daha dadlı olur. Ondan hazırlayın. Çox sevəcəksiniz. Eləyin, qoyun soyuducuda. Qəşəng. Həm şokolad yağı, həm də puding. Oh, bayram. Bunun üzərinə də çəli evdə saxlamışdım. Yəni soyuducudan göstərmişdim videoda. Sizlərlə necə ki çəliyi qışa saxlayıram. İndi də çıxartdım. Əridi. Yəni buzu biraz əridi. Xırdaladım. Belə qəşəng. Kakras pudinglə, şokoladla, klubnika ilə qəşəng gedir. Oy. Belə. Hazır oldu. Çəliyli pudingi. Bu da şokolad pastası. Bunu da çörəyə sürtdüm. Belə bol-bol, qəşəng. İnanmıram ki, şokolad sevməyən yoxdur. Yəni çox rahat, tez, 3 ingrediyentdən siz də hazırlayın. Nuş olsun.
Dadına baxaq Mili. Mili, pudingin dadına baxaq. Ay Mili, çiçəli ilə qəşəng, dadlı. Mili, malades, başdan başa qonur. Dondurma. Vacib deyil üzərində çiçəli olsun. Başqa meyvələr də əlavə edə bilərsiniz. Hansı ki, yəni uşaqlar üçün də faydalı olanlardan. Elə adi bunu belə yemək də bombadır. Yəni siz də hazırlayın. Zeyzəm qaldı. Aşkım qaldı. Xəncərin başı qatışıb. Zeyzəmlə xəncərə.